İsmayıllı rayonu Zərnaba kəndin 1-ci Qarabağ Vətən müharibəsinin şəhidi Heydərov Yanvar Əlzadeoğlu'nun məzarını ziyarət etdik. Xatırladaq ki, Heydərov Yanvar Əlzadeoğlu 25 yanvar 1974-cü ildə İsmayıllı rayonu Zərnaba kəndində anadan olmuştur. 1-ci Qarabağ Savaşı başlayanda döyüşə gedərək 3 ay Ağdərə rayon daşaltı əməliyyatında vuruşub, Ağdərə istiqamətində şücaət göstərərək 20 fevral 1993-cü ildə şəhidlik zirvəsini ucalmışdı. İsmayıllı şəhərin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunmuşdur. Ölümündən sonra adını əbədiləşdirmək məqsədi ilə yaşadığı küçəyə şəhidin adı verilmişdir. Allahdan ailəsinə səbir, şəhidimizə rəhmət diləyirik. Hər kim yaranıbdırsa bu xilqətə məhkumdur, lal susmağa məhkumdur, kör zülmətə məhkumdur, min arzu ürəklərdə var həsrətə məhkumdur, bimarə şəfa yoxsa loğman nə üçündür ki, loğman nə üçündür ki,